tələblər bəli Premyer Liqada çox ola bilər, amma bu gün Karvan Yevlax klubu Yevlaxda oynayır. Həbib mənim də olub oyunlarda, mən özüm də olmuşam. Şərait istənilən səviyyədə demək olar ki, elə yalnız örtü üstünü, örtülü dəyişili. Bugün futbolçular paltar dəyişmə otağından çıxanda görürsən ki, hətta isti su ilə belə təmin ediləcək şərait yoxdur. Soyuq su da yoxdur. Bəli, soyuq su da yoxdur. Düşünürəm ki, hardasa İmişli azarkeşlərinə görə bəlkə müəyyən qədər o jest etmək olarmı mövsümün əvvəli İmişlidə qalmaq naminə müəyyən o işləri görüb ev oyunlarını orada keçirmək məncə mümkün olardı. Razılaşırsınız? Xanımlar müəllim, təəssüf olsun ki, mən razılaşmam, mən sizə müəyyən sirləri açacağam. Biz oyuncu gətirdik, misal üçün, adını çəkməyəcəm, adını da çəkə bilərəm. Ronaldo de Souza, daha doğrusu Ronaldo Souza müdafiəçi, bizim üçün də vacib müdafiəçilərindəndir. Müqavilə şərtlərini razılaşdıq, daha doğrusu onlar bir şərt dedi, mən başqa şərt dedim, sonra mən bunların şərti ilə razılaşdım. Sonra agentinə dedim ki, imza, dedi gəlmək istəmir, dedim niyə? Dedi çünki süni meydanda oynamaq istəmir. Süni meydanın problemi həqiqətən də çoxdur. Zədə təhlükəsi var və s. və ilaxır. Biz əgər bir iş görəcəksə biz bunu uzun müddətli görmək istəyirik. Bizim qısa müddətli PR, marketinq və yaxud başqa məqsədlərimiz yoxdur. Biz klubu bir daha qeyd eləmək istəyirəm ki, dayanıqlı, uzun müddətli fəaliyyətdə göstərmək istəyirik. Yəni bu günləri mən Yevlax stadionunda olmamışam. Mən oradakı infrastrukturla tanış deyiləm. Oranı qiymətləndirmək də istəmirəm, çünki onlar rəqibdir və bugün mənim onları qiymətləndirməyim düzgün olmaz. Amma mən bir klub olaraq süni meydanda peşəkar səviyyədə belə deyim, futbol oynamağı üstün bilmirəm. Çünki mən bundan da yaxşı nəticə əldə etməyəcəm. Baxın, 14 yaşına qədər oyuncuların süni meydanda oynamağı yaxşıdır. 14-dən sonra fintlər, driblinglər, başqa hərəkətlər, yəni futbolun marağını artıran bütün hərəkətlər üçün təbii meydan lazımdır. Və biz sırf bu illər mütləq İmişlidə olmalıyıq deyə bizim azarkeşlər də bizə bu sualı veribdir. Və mən onlara situasiyanı azarkeşlərdən yola çıxıb bu sualı verir əslində. Bilirəm, amma bizim azarkeşlərə mən başa salanda situasiyanı onlar özləri deyibdi ki, Kamran, siz idarə eləyin, yetər ki biz əmin olaq ki bu klub İmişlidir. Mən də onlara demişəm ki, siz buna adım kimi əmin olun ki biz İmişliyik. Biz İmişlidə oynayacağıq. Bizim problemimiz müvəqqətidir. Amma bu problem 1-ci liqanın əksər klubunda var. 2-ci liqanın demək olar ki bütün klublarında var ki stadion yoxdur. Və biz ağılla, düzgün idarəçiliklə həm stadionumuz olmalıdır, həm infrastrukturumuz olmalıdır, həm oyuncu yetişdirməliyik və Azərbaycan futbolunda İmişlinin bilirsiniz ki böyük bir yeri olubdur və o yeri biz artıq bir klub olaraq formalaşdırmalıyıq.